Axşam saatları idi. Mühafizəçi küçədə insanlara nəzarət edirdi. Oğruları tutmaq istəyirdi. Uzaqdan bir şəxs araba ilə yük aparırdı. Nəzarətçi ona yaxınlaşdı. Arabanın üstündə nə var? Heç nə. Zirzibildi, tullantıdır. Mühafizəçi inanmadı. Axtarışa başladı. Həqiqətən belə idi. Heç nə yox idi, sadəcə tullantı. Arabacıdan uzaqlaşdı. Növbəti gün yenə də bu hal təkrarlandı. 3 gün, 5 gün, 1 həftə, 10 gün. Hər gün arabacı araba ilə gedir və üstündə tullantı aparırdı. Nəzarətçi ona yaxınlaşırdı, yükü yoxlayırdı və yenə də eyni hal təkrarlanırdı. Bu yoxlanışların üstündən bir neçə il keçdi. Günlərin birində nəzarətçi həmin arabasının görüşünə getdi. Artıq təqaüd yaşına çatmışdı nəzarətçi. Arabasıdan soruşdu. Mənə düzünü de, həmin günlərdə sən həqiqətənmi tullantı aparırdın? Arabacı dedi. Bəli, əlbəttə. Amma cənab nəzarətçi, sən mühüm bir məsələdən qəflətdə idin. Mən oğurluq edirdim, amma tullantıları yox. Arabanın özünü oğurluyurdum mən hər gecə. Bu pritçanı Mövlana Rumi danışır. Bir neçə gün bundan əvvəl tədbirlərin birində dəyərli dostum, yazıcı Rövşən Abdullaoğlu danışırdı bu pritçanı Mövlanadan. Məqsəd nədir? Mövlana bu təmsili danışandan sonra deyir: Əzizim, biz həyatımızı yaşayırıq və həyatımız boyu mənasız məsələlərə diqqət ayırırıq. O tullantı əşyalar kimi. Elə bilirik ki, əsas məsələ odur. Amma xəbərimiz yoxdur ki, zamanın özü oğurlanır, gedir bizim həyatımızdan. Ən dəyərli varlıq həmin zamandır, ömrümüzdür. Biz ona diqqət ayırmırıq. Necə ki, orada nəzarətçi arabanın özünə diqqət ayırmırdı. Arabanın özü oğurlanırdı. Bizim də həyatımız elə. Zamanımız gedir. Biz zamanımıza diqqət ayırmırıq, amma mənasız məsələlərə diqqət ayırırıq. Və beləcə ömrümüz gedir. Zamanın özü dəyərlidir. Ömrün özünə diqqət ayırmaq lazımdır.